xeyir olsun. Mən İnnovativ Təhsil Mərkəzinin kimya müəllimi Səidə müəlliməm. İnnovativ Təhsil Mərkəzində artıq blok imtahanına yaxınlaşdığı üçün qəbul suallarına başlayırıq. Qəbul suallarında bugünkü videomuz 2011-ci 4-cü qrup qəbul haqqında olacaq. 2011-ci 4-cü qrup qəbuldan bir sual izahına baxacağıq. Baxırıq 68-ci sual izahına. 32 qram kükürt neçə litr florla reaksiya daxil olur? Birinci olaraq reaksiyanı yazmalıyıq. Kalsiyum üstəcə flor. Yəni kalsiyumun florla reaksiyası, daha doğrusu kükürdün florla reaksiyasını istəyir. Kükürt plus flor. Kükürdün florla reaksiyasından S flor 6 əmələ gəlir. Əmsallaşdırdığımız zaman florun qarşısını 3 atırıq. Bu zaman deməli kükürdün 32 qramda neçə litr florla reaksiya daxil olur? Gördüyünüz kimi 3 mol. 3 mol neçə litrdir? 67,2 litr. Salam, hər vaxtınız xeyir olsun. Mən İnnovativ Təhsil Mərkəzinin kimya müəllimi Səidə müəlliməm. İnnovativ Təhsil Mərkəzində blok imtahanına yaxınlaşdığı üçün artıq sizə blok imtahana düşmüş suallar haqqında izahlar verəcəyik. 2011-ci 4-cü qrup qəbul haqqında bu gün olacaq və burada 61-ci sualın izahına baxacağıq. Başlanğıc maddələrin mol sayı SO2 və O2 reaksiyası zamanı O2 deməli B mol, SO2 isə A moldur. Artıq qalan maddənin Z-dir, artıq qalan maddənin mol sayı C-dir. Birinci olaraq neyinirik? Reaksiyanı yazırıq. Deməli 2 mol SO2 üstəcəl O2 alınır 2 mol SO3. Bu zaman deyir ki, reaksiya axıra qədər gedərsə uyğunluğu müəyyən edin. Deməli, normalda bizim 2 mol SO2'miz var, 1 mol O2'miz var, 2 mol SO3'miz var. Amma bizə deyir ki, SO2'nin mol miqdarı 2 moldur. İndi baxaq. Əgər 2 moldan SO2'nin 1 mol O2 reaksiya girirsə, deməli, burada da yenə 1 mol olacaq və bizim B-imiz amma oksigenimiz yəni 6 moldur. Onda oksigeni nə qədər artıq qalacaq? 6 mol bizim ümumi oksigenimiz var. Bunun 1 mol gedəcək və 5 mol oksigenimiz artıq qalır. Bizə də baxırıq ki, doğrudan həqiqətən də bizə 6 mol oksigenda Z-imiz artıq qalan olan oksigen verir və mol miqdarı neçə mol verir? 5 moldur. Deməli, bu düzdür. Keçək ikinciyə baxaq. 3 mol SO2'nin 5 mol O2 reaksiyasından deyir, yəni O2 artıq qalır və 3,5 mol olur. Yenə gəlin baxaq. 2 mol SO2 üstəcəl O2'dən 2 mol SO2.